Tatlar. Azərbaycanda yaşayan İran dilli xalqdır. Bəs bunların adı hardan gəlir? Yəni tat sözü hardan gəlir? Ümumiyyətlə bu ekzonimdir. Yəni başqa xalqın sənə qoyduğu bir addır. Tat sözü qədim türkcədir. Mənası isə yad deməkdir. Yəni məndən olmayan, mənim dilimdə danışmayan. Bu çox normal bir şeydir. Dünya xalqlarının bir çoxunun başına gəlib. Məsələn, Eskimo deyə bildiyimiz bir xalq var, o Arktikdə yaşayan. Həminki o xalqın gerisi adı Inuitdir. Özlərini Inuit deyirlər, amma kənar xalqlar onlara Eskimo deyir. Biri var endonim, yəni Eskimoların özünə dediyi ad. Inuit endonimdir. Bunların da adı əslində bir ekzonimdir. Türklərin onlara qoyduğu bir addır. Bu söz isə çox qədimdir. Hətta Orxun Yenisi abidələrinə, yəni qədim türkcədə belə tat sözü var, amma burada bir fərq var. Hər onlardan olmayan xalqa tat demirlər. İşğal elədikləri xalqa deyirlər. Yəni öz regionunda yaşayan, onun imperiyası daxilində olan, amma onun dilində danışmayan xalqlara tat budun deyirlər. Yəni tat xalqı. Və sizə çox maraqlı bir şey deyim. Biz Azərbaycan türkləri həmin xalqa tat deyirik. Krımdakı Qaçaq türkləri isə Krımda olan yerli German dilli xalqlara tat deyirlər. Yəni onlar da türkcə danışmır deyə. Şimali Qafqazdakı Balkarlar, Qaraçaylar həmin regionda türk dilində danışmayan digər bütün qonşularına tat deyirlər. Xüsusilə də Dağ Yahudilərinə Türkistanda. Türklər Taciklər